Bu ikinci versiyonda uca qandı. Bu isə boyadır, görürsünüz. Nə qədər çıxdı, görürsünüz. İndi dərman çəkəcəm, biraz da çıxacaqdır. Qan çıxdısa demək qalmadı elə. O deməkdir ki, O göynətdi. göynətmədi. O demək ki, uca silmək uca lazım deyil. Ay Allah. Mənim dərim nazikdir. Nəzikdə onda götür çox dərinə eləyirlər. Vay. Bu göynətdi uca. Qıpqırmızı oldu. Belə çıxıb gedə biləcəm işə zada. Bəli, normal həyatınız davam edəcəksiniz. Burası sadəcə 3 gün ərzində kanal suda olmaz. Vüsal usta dedi, indi pudra ilə tük effekti eləyim ki, gərək bilinməsin də yenə də orada. Mikroshading, hə? Elə eləməlidirmi? Dedi, elə eləyəcəm. Bəli, mikroshading kimi olmalıdır ki, altdakı qırmızılıq nə qədər də sildirsək görünəcək. Ona görə lazımdır ki, kombinasiya edəsin. 2 prosedur birdən edəsin ki, daha uğurlu alınsın. Elə dedi. Siz gedib görsədərsiniz ki, baxın usta, silmə necə olur. Dedim, sizin boya sintetik tiki getmir də. 8 dəfə silinib bu qaşı. Deyir, heç vaxt ola bilməz. Boya sintetik deyil, sadəcə olaraq başqa bir səbəblər var. Onu da demək istəmirəm. Boya silinən zaman. Hələ tam darmanı çəkməmişim. Elə deyirəm də. Bura kim gəldiniz də? Bəli. Qanıyır bura. Bu neçə gündən bir eylənə bilər, olma bilər. 1 ay, 2 aydan bir. Deyirəm də, biraz çətin. Lazer 2 həftə idi məncə. Bak belə var. Şuna gəlirlər yəni. Başlıqan. Başlığı görürsən. Var, deyil mi? Gözü görürsən, baxalım. Amma biri var, mən keyfini bilmədim. Bu da var, bak. Bu da var. Mənim Samsun'un biraz nazlıdır. Salam, hər vaxtınız xeyirli olsun. Biz sizə nəticəni göstərmək istəyirik. Serumla qaş silmə proseduru. Çox yerdə bəzi ustalar deyir ki, qırmızı qaşların silməyə ehtiyacı yoxdur, getmir. Mən sizə real bir nəticəni göstərmək istəyirəm. Xanım ikinci dəfədə gəlir. Birinci seansda gələndə o qaşlarda sizə bölüşəcəm. Qıpqırmızı qaşlar var idi. Hal-hazırda ikinci seans silinmə olunur xanımda. Bir də yaxından görsənin, zəhmət olmasa. Bu qaşları gördüyünüz kimi ikinci dəfə hələ silinmə olunmuyubdur. Və bir qaşını sizə görsədək. İkinci seansın silinmə nəticəsi demək olar tamamilə qırmızılıq gedibdir. Dəridə heç bir çapıq izi, heç bir yara yoxdur. Nəticə gördüyünüz kimi göz qabağında xanımda qaşları tünd qırmızı rəngdə idi. Və serumu da göstərmək istəyirəm sizə. Ən keyfiyyətli Tatov şirkəti ilə biz prosedurları silməyə icra edirik. Xeyirli olsun. Silmə prosedurunun nəticəsini göstərmək istəyirik. Baxın, əziz xanımlar, təbii boyalarda əldə etdiyimiz bir seansa silməyə nəticəni göstərmək istəyirəm. Xanım bir qaşında silmə proseduru icra olundu. Gördüyünüz kimi tüklər zədələnməyibdir. Yəni dəridə heç bir zədələnmə yoxdur. Şişmə, qanama yoxdur və silmə icra olunmayan qaş. Sintetik boyalarda təbii ki bir seansa bu nəticə əldə etmək olmur, amma təbii boyalarda bir seansa əldə etdiyimiz nəticə və o birisi qaşını sizin gözünüzün qabağında silmək istəyirəm, baxın.
Əziz xanımlar, yazırsınız ki, məndə bəs silinmədi. Niyə silinmədi? Boyadan asılıdır, silmə ustasından, silmə ustanın cihazından asılı deyil. Təbii boyalarda mükəmməl nəticə bir seansa əldə etmək olur. Ona görə qaşlarınızı profesional ustalara həvalə edin. Salam, hər vaxtınız xeyir. Salam, xoş gəlmisiniz. İcazə versəz özümü təqdim edeyim. Qasımov Səfər, mikroblading, permanent və qaş silmə ustası. Təcrübəm 10 ildən çoxdur. Təhsilimi Rusiya, Türkiyə və Azərbaycanda beynəlxalq dərəcəli sertifikat olan, malik olan ustayam. Buyurun, suallarınız varsa verə bilərsiniz. Gəlin biraz prosedurlardan danışıq. Məhz mərkəzdə hansı prosedurlar həyata keçirilir? Mərkəzimizdə bütün qaşa aid olan prosedurlar, mikroblading, permanent prosedurları, permanent ten effekti, pudra effekti, ambra effekti və qalıcı liner, dodaq permanent proseduru, kiprik qaynağı, kiprik laminasiya prosedurları icra olunur. Gözəllik mərkəzlərində adətən düzgün usta və peşəkarlıqla yanaşı, həmçinin qulluq vasitələri də bildiyimiz kimi çox əhəmiyyətlidir. Gəlin biraz da məhz düzgün qulluqdan danışaq. Hansı serumlardan istifadə olunmalıdır? Nələr tətbiq olunmalıdır? Bəli, siz düzgün vurguladınız. Çox təəssüf ki, hal-hazırda bizim sayımızda olan ustaların, belə deyək, qeyri-peşəkar ustalar istifadə etdiyi ləvazimatlar, istifadə etdiyi boyalar keyfiyyətsiz olduğu üçün bir neçə fəsadlara gətirə bilir. Dəri allergiyasına, dəri xəstəliyinə. Ona görə buradan sözüm bizim xanımlarımıza, əziz xanımlar, siz getdiyiniz mərkəzlərdə və salonlarda mütləq şəkildə diqqət edin. İstifadə olunan ləvazimatlar bir dəfəlik adına razı istifadə olunur, yoxsa yəni bir neçə dəfə istifadə olunan ləvazimatdan sizə prosedur icra olunur. Təbii ki, ustanın sertifikat tələb edə bilərsiniz ki, sertifikatı sizə təqdim eləsin. Boyaların, sertifikatın, istifadə olunan bütün ləvazimatların, serumların, sertifikatların sizə təqdim etməlidirlər. Yəni, hər bir halda diqqət edin, hər şey şəffaf olmalıdır. Bayaqların prosedurlardan danışdıq və yanlış olunan prosedurlar da var. Yanlış olunan prosedurlar hansı xəstəliklərə gətirib çıxarır? Bəli, düzgün icra olunmayan zaman dəridə bir çox fəsadlar hallar baş verə bilər. İlk öncə allergik reaksiyalar verilir. İstifadə olunan ləvazimatlar sintetik tərkibli olunan zaman allergiya olan xanımlar, hiperallergin olan xanımlara belə deyim, əks təsirdə çox pis fəsadlar verə bilər. Və təbii ki, bu xəstəliklərdə göbələk xəstəliyi, psoriaz, hepatit xəstəliyinə qədər, çünki biz prosedur etdiyimiz prosedurlar birbaşa dərinin epidermis qatında icra olunur. Bütün ləvazimatlar bir dəfəlik istifadə olunmalıdır. Əks halda hər hansı bir xəstəlik ehtimalı var ki, xanım xəstəliyi tuta bilər. Peşəkar ustanı seçməklə yanaşı, həmçinin düzgün qulluq vasitələri də bildiyimiz kimi çox vacibdir. Bəs sizin yanaşmanız necədir? Necə qulluq olunmalıdır? Təbii ki, qulluq qaydası çox vacibdir. Usta istifadə etdiyi məhsullardan başqa siz etdiyiniz qulluq qaydasından qalıcı müddəti və necə tonda rənglər qalacaq qaşlarda, misal üçün qalıcı liner olsun, dodaq proseduru olsun, qaş proseduru olsun. Edilən qulluq qaydası bizim 50% işi təhvil verir, 50% sizdən asılıdır. Təbii ki, burada bir şey vurğulamaq istəyirəm. Biz Azərbaycanda ilk və tək mikroblading, permanent sayəsində bizə məxsus olan boyalar istismar etmişik. Beynəlxalq dərəcəli olan sertifikatlı boyalardır. Buradan fəxrdən deyə bilərəm ki, biz bu boyaları 1-2 il yox, hətta 3-4 il fərqli testlərdən, sınaqlardan keçirəndən sonra əminliklə deyə bilərik ki, bu boyalar dəridə qızarma, göyərmə vermir, tam zəmanət verilir. Bu boyalar sırf peşəkar ustalar üçündür. Baxın, Azərbaycanda heç bir ustanın özünə məxsus olan boyalar yoxdur. Şəxsən bizim ustalara, şəxsən mənə başqa yerlərdən təklif gəlibdir. Bizim boyaları istifadə edin,
bizim boyaları fərqli şəkildə öz adınızı qeyd edərək satış edin, prosedurlar icra edin. Azərbaycanda çox təəssüf ki, keyfiyyətli boyalar çox azdır. Bəli, var, amma çox təəssüf. Qızarma göyərmə olmur, amma bir neçə müddətdən sonra tez bir müddətdə bozarma gedir qaşlarda. Və biz laboratoriya testlərindən keçirəndən, yəni bir neçə ildə keçirəndən sonra gördük ki, bizim boyalar həm rəngini olduqca mükəmməl saxlayır. Təbii ki, qızarma göyərmə olmur. Yəni bu boyalar mükəmməl bir nəticə əldə etmək üçün bu boyalardan istifadə etməyi mən tövsiyə edirəm. Qeyd edim ki, bizdə qaş prosedurlarının, qaşa aid olan prosedurlar, istifadə olunan boyalar başqa, dodaq permanent prosedurları və qalıcı liner prosedurlarına aid olan boyalarda bizə məxsusdur, biz istehsal edirik və bütün bizim özəlliyimiz odur ki, rəng keçidi seçim çoxdur. Dodağa aid olan qalıcı liner proseduru və təbii ki, qaş prosedurlarına aid olan boyalarımız seçim çoxdur. Qeyd etmək istəyirəm ki, bizim laboratoriyamız var. Hər bir məhsula təkcə boyalar deyil, bizə məxsus olan serumlar var. Kiprik üçün, qaş üçün, dodaq prosedurları üçün, liner prosedurları üçün və bu məhsulları istifadə edən xanımların nəticəsini səhifədə görə bilərsiniz. Bu məhsullar sırf bizə aiddir. Biz heç kimi kopyalamamışıq. Hər bir şey, hər bir məhsul sırf özümüzə aiddir. Məhz özünüz peşəkar olduğunuz kimi, həmçinin peşəkarlar da yetişdirirsiniz. Bildiyim qədərilə mərkəzinizdə kurslar da fəaliyyət göstərir və mənə çox maraqlıdır bu kurslarda hansı prosedurlar, hansı yollardan keçir və daha sonra bu kursları bitirən tələbələrin aqibəti necədir? Bəli, bizim permanent mərkəzimizdə mikrobledik permanent studiyada kurslarımız keçirilir, beynəlxalq sertifikatla tərtib olunur. Kurslarımız qrup şəklində deyil, individual şəklində keçirilir. Yəni fərdi şəkildə hər bir usta tələbəmizlə fərdi şəkildə keçir. Teoriya, sonra isə canlı model üzərində imtahanlardan keçəndən sonra təbii ki, sertifikatla tərtib olunur. Və təbii ki, bizim hal-hazırda işlənilən, icra edilən ustalarımız 90% bizim kurslardan sırf keçibdir və bizlə əməkdaşlıq etməyə davam edirlər. Hazırda mərkəzdə neçə çalışan var və neçəsi məhz sizin tələbənizdir? Maraqlıdır. Hal-hazırda bizim mərkəzimizdə 8 ustamız prosedurlar icra edirlər və 8 ustadan fəxrdən deyirik, 7-si sırf bizim tələbəmiz olubdur. Təbii ki, bu çox önəmlidir. Azərbaycandan başqa ölkələrdə də filialımız var. Bu da çox önəmlidir. Başqa ölkələrdən təcrübəni fəxrdən deyirik ki, Azərbaycana gətirmək bizim üçün qürur verir. Ne gözəl. Bəs yaxşı, hansı sertifikatlara maliksiniz? Bizim boyalarımızın sertifikatları sırf Avropa standartlarına uyğun olan, misal üçün, hal-hazırda gördüyünüz kimi sertifikat sırf Rusiyada istehsal olunmuş boyalarımızdır və Rusiya sertifikatları var və Avropa sertifikatları da təbii ki bizdə var. Standartlarına uyğun və təbii ki Azərbaycan sertifikatları da bizim boyalarımızda var. Bəs yaxşı, bizi izləyənlərə bir peşəkar kimi hansı məsləhətləri verə bilərsiniz? Bəli, təbii ki tövsiyələrimiz var. Çox təəssüf ki, hal-hazırda prosedurdan çox silmə prosedurları biz icra edirik və gələn xanımların qaşlarını gördüyümüz zaman buradan xanımlarımıza məsləhətimiz, tövsiyəmiz odur ki, seçdiyiniz ustaya və getdiyiniz mərkəzə diqqətlə baxın, seçin, səhifələrinə baxın, əl işlərinə baxın. Çox mərkəzlərdə ustalar öz səhifələrində öz əl işlərini sizə təqdim etmirlər, başqa ustaların işlərini təqdim edirlər və çox təəssüf ki, düzgün icra olunmayan prosedurlar, düzgün prosedur icra olunan necə? Dərin epidermis qatında sizə zərər vermədən icra olunmalıdır. Amma biz görürük ki, dermis, hipodermis dərin qatlarında prosedur icra olunur. Ucuz boyalardan icra edirlər və
bunları, yəni qaş proseduru olsun, silmək çox çətin olur, tədricə silinir. Ona görə xahiş olunur, seçdiyiniz ustanın səhifəsinə, əl işinə diqqətlə baxın və sonra yazılın. Salam əziz xanımlar, mən sizə bugün qaş proseduru göstərmək istəyirəm. Əslində bu elə bir zərgər işidir. Çox mükəmməl alınıbdır. Tam yaxından sizə göstərmək istəyirəm. Bizim ustamız Zümrüd xanımın əl işidir. Təbii tük effekti proseduru icra olunubdur. Atılan xətlər gördüyünüz kimi dən-dən, çox təbii video çəkiliş prosedurda həmən sonra gördüyünüz kimi qaşlarda heç bir şiş, qanama yoxdur. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb qeyərib yayılmır. Nəticəmiz göz qabağında. Xoşunuza gəldi xanım? Çox gözəl ustadır, çox gözəl əl işləri var. Doğrudan da zərgər işləri var. Çox bəyəndim. Həmişə gözəllikdə. Sağ olun. Əziz xanımlar, rəssam ustamız təbii tük effekti prosedurunu icra edibdir. Ən çox verdiyi suallar. Rəng qorxuram, tünd alınar. Diqqətlə baxın. Xanım bir qaşında Şəhzadə xanım proseduru icra edibdir. Bir qaşında isə prosedur icra olunmayıbdır. Öz təbii qaşları gördüyünüz kimi çox seyrək, gözəl forma verəndən sonra bir qaşına bizim ustamız prosedur icra etdi. Atılan xətlər dən-dən xanım öz qaşlarından seçilmir. İstifadə etdiyimiz boyalar təbii və orqanikdir. Bir neçə müddətdən sonra qızarıb qeyərib yayılmır və rəng möhtəşəm xanımın qaşlarından birə-bir. Salam əziz və dəyərli xanımlar, hər vaxtınız xeyirli olsun. Ustamız bugün mikroblading təbii tük effekti proseduru icra edibdir. Ustaların 99%-i təmiz qaşları paylaşır. Usta deyirəm ki, işlənmiş qaşları silmədən bərpa etsin. Bənövşə xanım xanıma tük effekti proseduru icra edibdir. Bir qaşın gördüyünüz kimi proseduru icra olunmayıbdır. Əvvəlki prosedurlarda izləri qalmışdı, gördüyünüz kimi. Bir qaşında isə prosedur icra olunubdur. Atılan xətlər dən-dən, gördüyünüz kimi, öz qaşından xanıma seçilmir. İstifadə etdiyimiz boyalar təbii və orqanikdir. Bir neçə müddətdən sonra qızarmır, göyərmir. Nəticə və fərq göz qabağında. Salam, hər vaxtınız xeyirli olsun. Yenə Bənövşə xanım, ustamız yaradıbdır. Xanımın prosedurda öncə göstərmək istəyirəm. Demək olar ki, qaşları yox idi. Gözəl forma verəndən sonra ustamız Bənövşə xanım təbii tük effekti prosedurunu icra etdi. Atılan xətləri gördüyünüz kimi dən-dən, çox təbii xanım öz qaşlarından seçilmir. İstifadə etdiyimiz boyalar təbii və orqanikdir. Bir neçə müddətdən sonra qızarıb qeyərib yayılmır, tam zəmanət verilir. Nəticə prosedurdan öncə və prosedurdan sonra göz qabağında. Sənət əsəri göstərmək istəyirəm sizə. Möhtəşəm qaşlar. Tük effekti proseduru icra olunubdur. Ən çox verilən suallar, xanımlar bizə yazırlar. Qorxuram proseduru icra etdirim, tünd alınar. Xanımın prosedurdan öncə qaşların göstərmək istəyirəm sizə. Gördüyünüz kimi seyrək və forması idi. Və rəngə diqqətlə baxın, sarışın xanımdır. Biz ustalar belə qaşlar qızılı qaşlar deyirik. Və yaxından göstərdiyən zəhmət olmasa Zümrüd xanımın əl işini göstərmək istəyirik. Xətlər dən-dən, xanıma tük effekti proseduru icra olunubdur. Atılan xətlər dən-dən, rəng xanımın qaşlarından birə-bir. İstifadə etdiyimiz boyalar təbii və orqanikdir. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır, tam zəmanət verilir. Nəticə göz qabağında. Vaxtınız xeyirli olsun. Ustamız təbii tük effekti proseduru icra edibdir. Əziz xanımlar, ən çox verdiyi suallar, qorxuram tünd alınar. Xanımın qaşları prosedurdan öncə gördüyünüz kimi seyrək formasız və qaşların rəngi gördüyünüz kimi açıq rəngdir. Və ustamızın əl işini yaxından görsədim. Proseduru Bənövşə xanım icra edibdir. Atılan xətlər dən-dən, çox təbii. İstifadə etdiyimiz boyalar təbii və orqanikdir. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır və rəngə diqqət edin, qaşlardan birə-bir açıq rəng. Nəticəmiz göz qabağında.
Salam, hər vaxtınız xeyirli olsun. Xanıma bugün pudra effekti proseduru icra olunubdur. Nəzərinizə çatdırım ki, xanımda əvvəldən prosedurlardan izlər qalmışdı. Yaxından baxın, zəhmət olmasa prosedurdan izlər qalıbdır. Və biz bu qaşları silmədən eyni gündə Arzu xanım prosedur icra etdi. Yaxından görsədin, zəhmət olmasa xanıma pudra effekti proseduru icra olunubdur. İstifadə etdiyimiz boyalar təbii və organik boyalardır. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır. Prosedurdan öncə və prosedurdan sonra nəticə göz qabağında. Xoşuna gəldi xanım? Həmişə gözəllikdə. Değişim. Xanımlar, hər şeydən diqqətlə baxın. Xanım prosedurdan öncə qaşlarına və prosedurdan sonra. Xanımın qaşlarını yaxından görsədim. Prosedurdan öncə üzgün qaşlar və seyrək formasız qaşları diqqətlə baxın. Xanıma pudra effekti proseduru icra olunubdur. Zümrüd xanım icra edibdi proseduru. Yaxından görsədin, zəhmət olmasa. Video çəkiliş proseduru da həmən sonra gördüyünüz kimi qaşlarda heç bir şiş, zədələnmə yoxdur. İstifadə etdiyimiz boyalar təbii və organik boyalardır. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır. Nəticə və fərq göz qabağında. Amerikadan, Avropadan götürüb uğurluyorlar, başqa ustaların əl işlərini öz səhifələrində paylaşırlar. Öz əl işləri kimi sizə təqdim edirlər. Yorulmadınız belə ustalardan. Usta deyirəm ki, öz əl işini paylaşsın. Gəlin biz sizə bizim ustamızın əl işini yaxından görsədik. Prosedurdan öncə gördüyünüz kimi xanımın qaşları seyri, formasız və asimetriya gördüyünüz kimi qaşları fərqlidir. Və yaxından çəkin, zəhmət olmasa Nərgiz xanım proseduru icra edibdi. Xanıma tük effekti proseduru icra olunubdur. Gördüyünüz ki, atılan xətlər dən-dən öz qaşlarına seçilmir. İstifadə etdiyimiz boyalar təbii və organikdir. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır və rəng xanımın qaşından birə-bir. Öz fikirlərinizi yazmağı unutmayın. Salam əziz və dəyərli xanımlar, gəlin mən sizə təbii tük effekti prosedurunu görsədim. Prosedur icra olunubdur. Ustamız Nərgiz xanım proseduru icra edibdi. Gəlin yaxından görsədik. Hansı ustalar belə yaxından öz əl işlərini görsədir. Atılan xətlər dən-dən xanım öz qaşlarından seçilmir. İstifadə etdiyimiz boyalar təbii və organik boyalardır. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır. Nəticəmiz göz qabağında. Xoşuna gəldi xanım prosedur? Nərgiz usta. Həmişə gözəllikdir. Salam əziz və dəyərli xanımlar. Bugün sizə bizim qonağımızın xanım Ərəbistandan gəlibdi. Bizim pasiyentin qaşlarını göstərmək istəyirəm. Prosedurdan öncə seyrək və formasız qaşları var idi. Diqqətlə baxın. Xanıma tük effekti proseduru Arzu xanım icra edibdi. Bir dənə prosedurdan sonra tam yaxından göstərmək istəyirəm. Bir dənə diqqətlə baxın. Atılan xətlər dən-dən. İstifadə etdiyimiz boyalar təbii və organikdir. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır. Nəticə, fərq göz qabağında. Əziz xanımlar, hər gün karandaşla qaş çəkməyə son. Gəlin biz sizə möhtəşəm bir prosedur göstərdim. Xanımda diqqətlə baxın, prosedurdan öncə qaşları gördüyünüz kimi çox fərqlidir, asimetriya var və bir qaşın ön hissəsi gördüyünüz kimi çox boşdur. Xanıma Nərgiz xanım pudra effekti proseduru icra edibdi. Video çəkiliş prosedurda həmən sonra gördüyünüz kimi çox təbii və dolu görsənir. İstifadə etdiyimiz boyalar təbii və organikdir. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır. Nəticə göz qabağında. Xanımlar, seyrək qaşlara son. Xanıma tük effekti proseduru icra olunubdur. Prosedurdan öncə xanımın qaşları gördüyünüz kimi seyrək və formasız idi. Xanıma gözəl forma verdi. Gördüyünüz kimi demək olar ki, tükləri yox idi. Xanıma tük effekti proseduru icra olunubdur. Arzu xanım prosedurunu icra edibdi. Gördüyünüz kimi xətlər dən-dən təbii öz qaşlarından seçilmir. İstifadə etdiyimiz boyalar təbii və organik boyalardır. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır. Tam zəmanət verilir. Xanım, xoşuna gəldi prosedur qaşlar?
Mənim çox xoşuma gəldi. Mən çox fikirləşirdim, etməyim. Çünki inanmazdım ki, belə qəşəng olacaq. Arzu xanım, çox sağ olun. Sağ olun, həmişə gözəl. Я очень довольна этой работой. Спасибо. Все очень естественно выглядит. Спасибо большое. Həmişə gözəllikdir. Siz də sağ olun. Əziz xanımlar, seyrək qaşlara son. Xanımda mikroblading tük effektiv proseduru icra olunubdur. Xanım bir qaşı da prosedur icra olunubdur, bir qaşı isə öz qaşlarıdır. Fərqi nəticəni göstərmək istəyirəm. Bənövşə xanım proseduru icra edibdir. Xanım öz qaşına diqqətlə baxın. Öz qaşları seyrək və forması idi. Gözəl forma verəndən sonra xanıma gördüyünüz kimi tük effektiv proseduru icra olunubdur. Atılan xətlər dən-dən xanım öz qaşlarından seçilmir. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb göyərib yayılmır. Nəticə və fərq göz qabağında. Öz fikirlərinizi yazmağı unutmayın. Tatulu qaşlara son. Gəlin mən sizə əsl permanent proseduru necə icra olunur, onu göstərmək istəyirəm. Bəzi zamanlar permanent proseduru deyilən zaman xanımlar tatuajla səhv salırlar. Düzgün icra olunan zaman çox təbii görsənir və xanım öz qaşlarından seçilir. Nərgiz xanımın əl işini göstərmək istəyirik sizə. Bir qaşında prosedur icra olunmayıbdır. Öz təbii qaşları seyrək və forması idi. Gözəl forma verərək pudra proseduru icra olunubdur. Boyalarımız təbiidir, qızarmır, göyərmir. Bir neçə müddətdən sonra tam zəmanət verilir əl işlərimizə. Əziz xanımlar, eyni gündə qaşı silib prosedur etmək olmaz. Qəti şəkildə prosedur silmə iki cür olur, lazer və serumla. Silinəndən sonra həftələr və aylar lazımdır ki, sizin dəriniz sağalsın. Bəzi səhifələrə, mərkəzlərə inanmayın. Eyni günə biz qaşı silirik, prosedur icra edirik. Gəlin mən sizə bizim ustamızın əl işini göstərdim. Arzu xanım proseduru icra edibdir. Xanımda təbii tük effektiv proseduru icra olunubdur və qalıcı liner proseduru. Gördüyünüz kimi çox təbii, xanım öz qaşlarından seçilmir rəngi. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb, gərib yayılmır. İşlərimizə zəmanət verilir. Əziz xanımlar, ən çox verilən suallar. Bir neçə müddətdən sonra, prosedurdan sonra qaşlar qızarırmı, göyərirmi? Xeyr, boyalarımız təbiidir. Bir neçə müddətdən sonra qızarıb, göyərib yayılmır. Sizə video çəkiliş göstərmək istəyirəm. Zümrüd xanımın əl işidir. Xanımın bir qaşında prosedur icra olunmayıbdır. Təbii öz qaşları gördüyünüz kimi seyrək və formasız. Hətta xanımın qaşında gördüyünüz kimi saxlıq izləri var idi. Və bir qaşın prosedur icra olunubdur. Atılan xətlər dən-dən xanım öz qaş rəngindən seçilmir. Fərq və nəticə göz qabağında. Öz fikirlərinizi yazmağı unutmayın. Xanımlar, standart qaş formalarına son. Gəlin biz sizə öz qaşlarınızdan birə-bir tük effektiv prosedur icra edək. Xanımda öz qaşları seyrək deyildi. Sadəcə olaraq yaxından görsədək, qaşlarında formada asimetriya var. Qaşlar çox fərqlidir. Bizim ustamız Nərgiz xanım tük effektiv prosedurunu icra edibdir. Atılan xətlər dən-dən gördüyünüz kimi xanım öz qaşlarından seçilmir. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb, göyərib yayılmır. Fərq və nəticə göz qabağında. Öz fikirlərinizi yazmağı unutmayın. Sizin fikirləriniz bizim üçün önəmlidir. Xanımlar, 30 dəqiqəlik prosedur üçün 1 milyon pul verməyə ehtiyac yoxdur. 200-300 manat sizdən tələb edirlər. Gəlin biz sizə bizim ustamızın əl işini göstərdim. Bizim də boyalarımız təbiidir, qızarmır, göyərmir. Başımızla cavab deyil. Xanımın birinci prosedurdan öncə qaşlarını göstərmək istəyirəm. Diqqətlə baxın. Çox fərqlidir və qaşlarında seyrək olan yerləri görürsünüz. Gördüyünüz kimi çox asimetriya var, seyrəkdir. Xanıma mikroshading proseduru icra olunubdur. Proseduru Zümrüd xanım icra edibdir. Yaxından bir dənə göstərin. Atılan xətlər, verilən kölgələr çox təbii xanımın qaşlarından seçilmir. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb, göyərib yayılmır. Tam zəmanət verilir. Xanım, xoşunuza gəldi prosedur? Həmişə gözəllikdir. Əziz xanımlar, sizə bir möhtəşəm qaşları göstərmək istəyirəm. Sənət əsəridir.
Xanımın bir qaşına prosedur icra olunubdur, bir qaşına prosedur icra olunmubdur. Fərq, nəticəni öz gözünüzdən görün. Yaxından paylaşmaq istəyirəm sizə. Qaşları gördüyünüz kimi tük effekti prosedur icra olunubdur. Ustamız Bənövşə xanım prosedur icra edibdir. Xətlər dən-dən, xanımın qaşlarına birə-birdir. Yəni seçilmir ki, burada nəsə bir prosedur olunubdur. Diqqətlə baxın. Rəng xanımın qaşlarına birə-bir və prosedur olmayan qaş. Diqqətlə baxın. Seyrək və formasız. Möhtəşəm dəyişim, möhtəşəm nəticə. Salam əziz xanımlar, mən sizə bugün qaş proseduru göstərmək istəyirəm. Əslində bu elə bir zərgər işidir. Çox mükəmməl alınıbdır. Tam yaxından sizə göstərmək istəyirəm. Bizim ustamız Zümrüd xanımın əl işidir. Təbii tük effekti proseduru icra olunubdur. Atılan xətlər gördüyünüz kimi dən-dən, çox təbii. Video çəkiliş prosedurda həmən sonra gördüyünüz kimi qaşlarda heç bir şiş, qanama yoxdur. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb, qeyərib yayılmır. Nəticəmiz göz qabağında. Xoşunuza gəldi xanım? Çox gözəl əl ustadıq, çox gözəl əl işləri var. Doğrudan da zərgər işləri var. Çox bəyəndim. Həmişə gözəllikdə. Sağ olun. Əziz xanımlar, hər vaxtınız xeyirli olsun. Sizə möhtəşəm bir dəyişim, tük effekti proseduru, Arzu xanım proseduru icra edibdir. Diqqətlə baxın xanımın prosedurdan öncə. Qaşları gördüyünüz kimi seyrək, formasız və prosedurdan həmən sonra baxın yaxından prosedura Arzu xanım icra edibdir. Atılan xətlər gördüyünüz kimi dən-dən. Xanım öz qaşlarına seçilmir. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb, qeyərib yayılmır. Nəticə, fərq göz qabağında. Xoşunuza gəldi xanım qaşlar? Onu şokunu yaşayıram, heç vaxt olmayıb belə bir şey. Həmişə gözəldir. Çox sağ olun. Əziz xanımlar, 30 dəqiqəlik prosedur üçün 1 milyon pul verməyə ehtiyac yoxdur. 200-300 manat sizdən tələb edirlər. Gəlin biz sizə bizim ustamızın əl işini göstərdim. Bizim də boyalarımız təbiidir, qızarmır, göyərmir. Başımızla cavab deyil. Xanımın birinci prosedurdan öncə qaşlarını göstərmək istəyirəm. Diqqətlə baxın. Çox fərqlidir və qaşlarında seyrək olan yerləri görürsünüz. Gördüyünüz kimi çox asimetriya var, seyrəkdir. Xanıma mikroshading proseduru icra olunubdur. Proseduru Zümrüd xanım icra edibdir. Yaxından bir dənə göstərin. Atılan xətlər, verilən kölgələr çox təbii xanımın qaşlarından seçilmir. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb, göyərib yayılmır. Tam zəmanət verilir. Xanım, xoşunuza gəldi prosedur? Həmişə gözəllikdə. Əziz xanımlar, sizə təbii tük effekti prosedurun video çəkiliş göstərmək istəyirəm. Prosedurda həmən sonra. Baxın, biz başqa səhifələr kimi başqa ustaların əl işlərini Avropadan, Amerikadan götürüb oğru öfsəs yazıb paylaşmırıq. Real ustanın əl işini tam video çəkiliş prosedurda həmən sonradır. Yaxından görsədin zəhmət olmasa Zümrüd xanımın əl işidir. Təbii tük effekti proseduru icra olunubdur. Yaxından çəkin zəhmət olmasa atılan xətləri gördüyünüz kimi dən-dən çox təbii xanım öz tüklərindən seçilmir. Rəng qaşdan birə-bir. İstifadə etdiyimiz boyalar təbii və orqanik boyalardır. Bir neçə müddətdən sonra qızarıb, qeyərib yayılmır. Nəticə gördüyünüz kimi göz qabağında. Hər vaxtınız xeyirli olsun. Masterimiz Ramik bəy permanent pudra effekti proseduru icra edibdir. Xanım öz qaşlarını göstərmək istəyirik. Prosedurda öncə gördüyünüz kimi öz qaşı çox seyrək və formasız idi. Gözəl forma verəndən sonra bir qaşında prosedur tamamlanıbdır. Gördüyünüz kimi çox təbii alınıbdır. Pudra effekti tatuaj deyil. Yaxından sizə göstəririk toz kimi. Qalıcı müddəti 2 ildən çox. Boyalarımız qızarmır, göyərmir. Fərq və nəticə göz qabağında. Salam, hər vaxtınız xeyir. Salam, xoş gəlmisiniz. İcazə versəz özümü təqdim edeyim. Qasımov Səfər, mikroblading, permanent və qaş silmə ustası. Təcrübəm 10 ildən çoxdur. Təhsilimi Rusiya, Türkiyə və Azərbaycanda beynəlxalq dərəcəli sertifikat olan
malik olan ustayam. Buyurun, suallarınız varsa verə bilərsiniz. Gəlin biraz prosedurlardan danışaq. Məhz mərkəzdə hansı prosedurlar həyata keçirilir? Mərkəzimizdə bütün qaşa aid olan prosedurlar, mikrobleeding, permanent prosedurları, permanent ten effekti, pudra effekti, ambra effekti və qalıcı liner, dodaq permanent proseduru, kiprik qaynağı, kiprik laminasiya prosedurları icra olunur. Gözəllik mərkəzlərində adətən düzgün usta və peşəkarlıqla yanaşı, həmçinin qulluq vasitələri də bildiyimiz kimi çox əhəmiyyətlidir. Gəlin biraz da məhz düzgün qulluqdan danışaq. Hansı serumlardan istifadə olunmalıdır? Nələr tətbiq olunmalıdır? Bəli, siz düzgün vurguladınız. Çox təəssüf ki, hal-hazırda bizim sayımızda olan ustaların, belə deyək, qeyri-peşəkar ustalar istifadə etdiyi ləvazimatlar, istifadə etdiyi boyalar keyfiyyətsiz olduğu üçün bir neçə fəsadlara gətirə bilir. Dəri allergiyasına, dəri xəstəliyinə. Ona görə buradan sözüm bizim xanımlarımıza, əziz xanımlar, siz getdiyiniz mərkəzlərdə və salonlarda mütləq şəkildə diqqət edin. İstifadə olunan ləvazimatlar bir dəfəlik adına razı istifadə olunur, yoxsa yəni bir neçə dəfə istifadə olunan ləvazimatdan sizə prosedur icra olunur. Təbii ki, ustadan sertifikat tələb edə bilərsiniz ki, sertifikatı sizə təqdim eləsin. Boyaların, sertifikatın, istifadə olunan bütün ləvazimatların, serumların, sertifikatların sizə təqdim etməlidirlər. Yəni, hər bir halda diqqət edin, hər şey şəffaf olmalıdır. Bayaqların prosedurlardan danışdıq və yanlış olunan prosedurlar da var. Yanlış olunan prosedurlar hansı xəstəliklərə gətirib çıxarır? Bəli, düzgün icra olunmayan zaman dəridə bir çox fəsadlar hallar baş verə bilər. İlk öncə allergik reaksiyalar verilir. İstifadə olunan ləvazimatlar sintetik tərkibli olunan zaman allergiya olan xanımlar, hiperallergin olan xanımlara belə deyim, əks təsirdə çox pis fəsadlar verə bilər. Təbii ki, bu xəstəliklərdə göbələk xəstəliyi, psoriaz, hepatit xəstəliyinə qədər, çünki biz etdiyimiz prosedurlar birbaşa dərinin epidermis qatında icra olunur. Bütün ləvazimatlar bir dəfəlik istifadə olunmalıdır. Əks halda hər hansı bir xəstəlik ehtimal var ki, xanım xəstəliyi tuta bilər. Peşəkar ustanı seçməklə yanaşı, həmçinin düzgün qulluq vasitələri də bildiyimiz kimi çox vacibdir. Bəs sizin yanaşmanız necədir? Necə qulluq olunmalıdır? Təbii ki, qulluq qaydası çox vacibdir. Usta istifadə etdiyi məhsullardan başqa siz etdiyiniz qulluq qaydasından qalıcı müddəti və necə tonda rənglər qalacaq qaşlarda, misal üçün qalıcı liner olsun, dodaq proseduru olsun, qaş proseduru olsun. Edilən qulluq qaydası bizim 50% işi təhvil verir, 50% sizdən asılıdır. Təbii ki, burada bir şey vurğulamaq istəyirəm. Biz Azərbaycanda ilk və tək mikrobleeding, permanent sayəsində bizə məxsus olan boyalar istisal etmişik. Beynəlxalq dərəcəli olan sertifikatlı boyalardır. Buradan fəxrlə deyə bilərəm ki, biz bu boyaları 1-2 il yox, hətta 3-4 il fərqli testlərdən, sınaqlardan keçirəndən sonra əminliklə deyə bilərik ki, bu boyalar dəridə qızarma, göyərmə vermir, tam zəmanət verilir. Bu boyalar sırf peşəkar ustalar üçündür. Baxın, Azərbaycanda heç bir ustanın özünə məxsus olan boyalar yoxdur. Şəxsən bizim ustalara şəxsən mənə başqa yerlərdən təklif gəlibdir. Bizim boyaları istifadə edin, bizim boyaları fərqli şəkildə öz adınızı qeyd edərək satış edin, prosedurlar icra edin. Azərbaycanda çox təəssüf ki, keyfiyyətli boyalar çox azdır. Bəli, var, amma çox təəssüf qızarma göyərmə olmur. Amma bir neçə müddətdən sonra tez bir müddətdə bozarma gedir qaşlarda. Və biz laboratoriya testlərindən keçirəndən, yəni bir neçə ildir keçirəndən sonra gördük ki, bizim boyalar həm rəngini olduqca mükəmməl saxlayır. Təbii ki, qızarma göyərmə olmur. Yəni, bu boyalar mükəmməl bir nəticə əldə etmək üçün bu
bu boyalardan istifadə etməyi mən tövsiyə edirəm. Qeyd edim ki, bizdə qaş prosedurlarının, qaşa aid olan prosedurlar, istifadə olunan boyalar başqa, dodaq permanent prosedurları və qalıcı liner prosedurları aid olan boyalarda bizə məxsusdur, biz istehsal edirik və bütün bizim özəlliyimiz odur ki, rəng keçidi seçim çoxdur. Dodağa aid olan qalıcı liner proseduru və təbii ki, qaş prosedurlarına aid olan boyalarımız seçim çoxdur. Qeyd etmək istəyirəm ki, bizim laboratoriyamız var. Hər bir məhsulla təkcə boyalar deyil, bizə məxsus olan serumlar var. Kiprik üçün, qaş üçün, dodaq prosedurları üçün, liner prosedurları üçün və bu məhsulları istifadə edən xanımların nəticəsini səhifədə görə bilərsiniz. Bu məhsullar sırf bizə aiddir. Biz heç kimi kopyalamamışıq. Hər bir şey, hər bir məhsul sırf özümüzə aiddir. Məhz özünüz peşəkar olduğunuz kimi, həmçinin peşəkarları da yetişdirirsiniz. Bildiyim qədərilə mərkəzinizdə kurslar da fəaliyyət göstərir və mənə çox maraqlıdır bu kurslarda hansı prosedurlar, hansı yollardan keçir və daha sonra bu kursları bitirən tələbələrin aqibəti necədir? Bəli, bizim permanent mərkəzimizdə Microblading Permanent Studiyada kurslarımız keçirilir, beynəlxalq sertifikatla tərtib olunur. Kurslarımız qrup şəklində deyil, individual şəklində keçirilir. Yəni fərdi şəkildə hər bir usta tələbəmizlə fərdi şəkildə keçir. Teoriya, sonra isə canlı model üzərində imtahanlardan keçəndən sonra təbii ki, sertifikatla tərtib olunur və təbii ki, bizim hal-hazırda işlənilən, icra edilən ustalarımız 90% bizim kurslardan sırf keçibdir və bizlə əməkdaşlıq etməyə davam edirlər. Hazırda mərkəzdə neçə çalışan var və neçəsi məhz sizin tələbənizdir? Maraqlıdır. Hal-hazırda bizim mərkəzimizdə 8 ustamız prosedurlar icra edirlər və 8 ustadan fəxrdən deyirik, 7-si sırf bizim tələbəmiz olubdur. Təbii ki, bu çox önəmlidir. Azərbaycandan başqa ölkələrdə də filialımız var. Bu da çox önəmlidir. Başqa ölkələrdən təcrübəni fəxrdən deyirik ki, Azərbaycana gətirmək bizim üçün qürur verir. Ne gözəl. Bəs yaxşı, hansı sertifikatlara maliksiniz? Bizim boyalarımızın sertifikatları sırf Avropa standartlarına uyğun olan, misal üçün, hal-hazırda gördüyünüz kimi sertifikat sırf Rusiyada istehsal olunmuş boyalarımızdır və Rusiya sertifikatları var və Avropa sertifikatları da təbii ki bizdə var. Standartlarına uyğun və təbii ki Azərbaycan sertifikatları da bizim boyalarımızda var. Bəs yaxşı, bizi izləyənlərə bir peşəkar kimi hansı məsləhətləri verə bilərsiniz? Bəli, təbii ki tövsiyələrimiz var. Çox təəssüf ki, hal-hazırda prosedurdan çox silmə prosedurları biz icra edirik və gələn xanımların qaşlarını gördüyümüz zaman buradan xanımlarımıza məsləhətimiz, tövsiyəmiz odur ki, seçdiyiniz ustaya və getdiyiniz mərkəzə diqqətlə baxın, seçin, səhifələrinə baxın, əl işlərinə baxın. Çox mərkəzlərdə ustalar öz səhifələrində öz əl işlərin sizə təqdim etmirlər, başqa ustaların işlərini təqdim edirlər və çox təəssüf ki, düzgün icra olunmayan prosedurlar, düzgün prosedur icra olunur necə? Dərin epidermis qatında sizə zərər vermədən icra olunmalıdır. Amma biz görürük ki, dermis, hipodermis dərin qatlarında prosedur icra olunur. Ucuz boyalardan icra edirlər və bunları, yəni qaş proseduru olsun, silmək çox çətin olur, tədricə silinir. Ona görə xahiş olunur, seçdiyiniz ustanın səhifəsinə, əl işinə diqqətlə baxın və sonra yazılıb. Dəyərli xanımlarımız, əgər siz də belə gözəl qaşlara sahib olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz və nəzərinizə çatdırmaq istəyirəm ki, yerlərimiz məhdud saydadır, yazılmağa tələsin. Hər vaxtınız xeyirli olsun, dəyərli xanımlarımız. Bu günləri biz uğursuz prosedurun lazerdən silinməsi prosesini sizə göstəririk. Gördüyünüz kimi tam ağrısız prosedurdur. Dəriyə heç bir ziyanı yoxdur, ağrı qanama yoxdur və ən əsası tüklər
tüklər yanmır. Stepped out Joe B, got a boom boom. In this game, where you feel that choo choo. You feel don't need a mascot tattoo. Shackles off the boy, not Seuss Boost. Nothing to play with. Dropped in the mixtape. Yeah, I did it with no gimmicks. Hər vaxtınız xeyirli olsun, dəyərli xanımlarımız. Bu günləri biz uğursuz prosedurun lazerdən silinməsi prosesini sizə göstəririk. Gördüyünüz kimi tam ağrısız prosedurdur. Dəriyə heç bir ziyanı yoxdur, ağrı qanama yoxdur və ən əsası tüklər yanmır. Hər vaxtınız xeyirli olsun, dəyərli xanımlarımız. Bu günləri biz uğursuz prosedurun lazerdən silinməsi prosesini sizə göstəririk. Gördüyünüz kimi tam ağrısız prosedurdur. Dəriyə heç bir ziyanı yoxdur, ağrı qanama yoxdur və ən əsası tüklər yanmır. God, thank you for sunshine, thank you for rain, thank you for joy, thank you for pain. It's a beautiful day. Hər vaxtınız xeyir əziz xanımlar, permanent pudra effekti ilə mükəmməl və dolğun qaşlara sahib olun. Gördüyünüz kimi çox təbii görünüş alınıb və Dəyərli xanımlarımız, əgər siz də belə gözəl qaşlara sahib olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz və nəzərinizə çatdırmaq istəyirəm ki, yerlərimiz məhdud saydadır, yazılmağa tələsin. Hər vaxtınız xeyir olsun, dəyərli xanımlar. Sizə mikroblading təbii tük effekti prosedurunun gedişatını göstərirəm. Gördüyünüz kimi tam ağrısız prosedurdur, heç bir qanama yoxdur, ağrı yoxdur, atılan xəttlər dəndəndir. İndi sizə nəticəni göstərəcəm. Gördüyünüz kimi tam təbii görünüş almışıq. Atılan xəttlər dəndəndir və xanım tüklərindən seçilir. Əziz və dəyərli xanımlar, hər vaxtınız xeyirli olsun. Xanıma gördüyünüz kimi təbii tük effekti proseduru icra olunubdur. Video çəkiliş prosedurda həmən sonra gördüyünüz kimi atılan xəttlər dəndən. Boyalarımız təbii və orqanikdir, qızarmır, göyərmir, yazılı zəmanət verilir. Əziz və dəyərli xanımlar, sizə sənət əsəri göstərmək istəyirəm. Masterimiz Zümrüd xanım təbii tük effekti proseduru icra edibdir. Video çəkiliş prosedurda həmən sonra atılan xəttlər dəndən xanım öz qaşlarından seçilmir. Öz fikirlərinizi yazmağı unutmayın. hər vaxtınız xeyir olsun əziz xanımlar. İndi sizə permanent pudra effekti prosedurunun tamamlanmış nəticəsini göstərmək istəyirəm. Gördüyünüz kimi dəqiq forma, ideal ton və təbii görünüş. Bu prosedur keyfiyyəti, rahatlığı və hər gün baxımlı olmağı sevən qadınlar üçündür. Salam, hər vaxtınız xeyir. Salam, xoş gəlmisiniz. İcazə versəz özümü təqdim edeyim. Qasımov Səfər, mikroblading, permanent və qaş silmə ustası. Təcrübəm 10 ildən çoxdur. Təhsilimi Rusiya, Türkiyə və Azərbaycanda beynəlxalq dərəcəli sertifikat olan malik olan ustayam. Buyurun, suallarınız varsa verə bilərsiniz. Gəlin biraz prosedurlardan danışıq. Məhz mərkəzdə hansı prosedurlar həyata keçirilir? Mərkəzimizdə bütün qaşa aid olan prosedurlar, mikroblading, permanent prosedurları, permanent ten effekti, pudra effekti, ambra effekti və qalıcı liner, dodaq permanent proseduru, kiprik qaynağı, kiprik laminasiya prosedurları icra olunur. Gözəllik mərkəzlərində adətən düzgün usta və peşəkarlıqla yanaşı, həmçinin qulluq vasitələri də bildiyimiz kimi çox əhəmiyyətlidir. Gəlin biraz da məhz düzgün qulluqdan danışaq. Hansı serumlardan istifadə olunmalıdır? Nələr tətbiq olunmalıdır?
Bəli, siz düzgün vurguladınız. Çox təəssüf ki, hal-hazırda bizim sayımızda olan ustaların, belə deyək, qeyri-peşəkar ustalar istifadə etdiyi ləvazimatlar, istifadə etdiyi boyalar keyfiyyətsiz olduğu üçün bir neçə fəsadlara gətirə bilir. Dəri allergiyasına, dəri xəstəliyinə. Ona görə buradan sözüm bizim xanımlarımıza, əziz xanımlar, siz getdiyiniz mərkəzlərdə və salonlarda mütləq şəkildə diqqət edin. İstifadə olunan ləvazimatlar bir dəfəlik adına razı istifadə olunur, yoxsa yəni bir neçə dəfə istifadə olunan ləvazimatdan sizə prosedur icra olunur. Təbii ki, ustadan sertifikat tələb edə bilərsiniz ki, sertifikatı sizə təqdim eləsin. Boyaların, sertifikatın, istifadə olunan bütün ləvazimatların, serumların, sertifikatların sizə təqdim etməlidirlər. Yəni, hər bir halda diqqət edin, hər şey şəffaf olmalıdır. Bayaqların prosedurlardan danışdıq və yanlış olunan prosedurlar da var. Yanlış olunan prosedurlar hansı xəstəliklərə gətirib çıxarır? Bəli, düzgün icra olunmayan zaman dəridə bir çox fəsadlar, hallar baş verə bilər. İlk öncə allergik reaksiyalar verilir, istifadə olunan ləvazimatlar sintetik tərkibli olunan zaman allergiya olan xanımlar, hiperallergin olan xanımlara belə deyim, əks təsirdə çox pis fəsadlar verə bilər. Və təbii ki, bu xəstəliklərdə göbələk xəstəliyi, psoriaz, hepatit xəstəliyinə qədər, çünki biz etdiyimiz prosedurlar birbaşa dərinin epidermis qatında icra olunur. Bütün ləvazimatlar bir dəfəlik istifadə olunmalıdır. Əks halda hər hansı bir xəstəlik ehtimal var ki, xanım xəstəliyi tuta bilər. Peşəkar ustanı seçməklə yanaşı, həmçinin düzgün qulluq vasitələri də bildiyimiz kimi çox vacibdir. Bəs sizin yanaşmanız necədir? Necə qulluq olunmalıdır? Təbii ki, qulluq qaydası çox vacibdir. Usta istifadə etdiyi məhsullardan başqa siz etdiyiniz qulluq qaydasından qalıcı müddəti və necə tonda rənglər qalacaq qaşlarda, misal üçün qalıcı liner olsun, dodaq proseduru olsun, qaş proseduru olsun. Edilən qulluq qaydası bizim 50% işi təhvil verir, 50% sizdən asılıdır. Təbii ki, burada bir şey vurğulamaq istəyirəm. Biz Azərbaycanda ilk və tək mikroblading, permanent sayəsində bizə məxsus olan boyalar istehsal etmişik. Beynəlxalq dərəcəli olan sertifikatlı boyalardır. Buradan fəxrdən deyə bilərəm ki, biz bu boyaları 1-2 il yox, hətta 3-4 il fərqli testlərdən, sınaqlardan keçirəndən sonra əminliklə deyə bilərik ki, bu boyalar dəridə qızarma, göyərmə vermir, tam zəmanət verilir. Bu boyalar sırf peşəkar ustalar üçündür. Baxın, Azərbaycanda heç bir ustanın özünə məxsus olan boyalar yoxdur. Şəxsən bizim ustalara, şəxsən mənə başqa yerlərdən təklif gəlibdir. Bizim boyaları istifadə edin, bizim boyaları fərqli şəkildə öz adınızı qeyd edərək satış edin, prosedurlar icra edin. Azərbaycanda çox təəssüf ki, keyfiyyətli boyalar çox azdır. Bəli, var, amma çox təəssüf qızarma göyərmə olmur. Amma bir neçə müddətdən sonra tez bir müddətdə bozarma gedir qaşlarda. Və biz laboratoriya testlərindən keçirəndən, yəni bir neçə ildə keçirəndən sonra gördük ki, bizim boyalar həm rəngini olduqca mükəmməl saxlayır. Təbii ki, qızarma göyərmə olmur. Yəni, bu boyalar mükəmməl bir nəticə əldə etmək üçün bu boyalardan istifadə etməyi mən tövsiyə edirəm. Qeyd edim ki, bizdə qaş prosedurlarının, qaşa aid olan prosedurlar, istifadə olunan boyalar başqa, dodaq permanent prosedurları və qalıcı liner prosedurları aid olan boyalarda bizə məxsusdur, biz istehsal edirik və bütün bizim özəlliyimiz odur ki, rəng keçidi seçim çoxdur. Dodağa aid olan qalıcı liner proseduru və
təbii ki, qaş prosedurlarına aid olan boyalarımız seçim çoxdur. Qeyd etmək istəyirəm ki, bizim laboratoriyamız var. Hər bir məhsulla təkcə boyalar deyil, bizə məxsus olan serumlar var. Kiprik üçün, qaş üçün, dodaq prosedurları üçün, liner prosedurları üçün və bu məhsulları istifadə edən xanımların nəticəsini səhifədə görə bilərsiniz. Bu məhsullar sırf bizə aiddir. Biz heç kimi kopyalamamışıq. Hər bir şey, hər bir məhsul sırf özümüzə aiddir. Məhz özünüz peşəkar olduğunuz kimi, həmçinin peşəkarlar da yetişdirirsiniz. Bildiyim qədərilə mərkəzinizdə kurslar da fəaliyyət göstərir və mənə çox maraqlıdır bu kurslarda hansı prosedurlar, hansı yollardan keçir və daha sonra bu kursları bitirən tələbələrin aqibəti necədir? Bəli, bizim permanent mərkəzimizdə Microblading Permanent Studiyada kurslarımız keçirilir. Beynəlxalq sertifikatla tərtib olunur. Kurslarımız qrup şəklində deyil, individual şəklində keçirilir. Yəni fərdi şəkildə hər bir usta tələbəmizlə fərdi şəkildə keçir. Teoriya, sonra isə canlı model üzərində imtahanlardan keçəndən sonra təbii ki, sertifikatla tərtib olunur. Və təbii ki, bizim hal-hazırda işlənilən, icra edilən ustalarımız 90% bizim kurslardan sırf keçibdir və bizlə əməkdaşlıq etməyə davam edirlər. Hazırda mərkəzdə neçə çalışan var və neçəsi məhz sizin tələbənizdir? Maraqlıdır. Hal-hazırda bizim mərkəzimizdə 8 ustamız prosedurlar icra edirlər və 8 ustadan fəxrdən deyirik, 7-si sırf bizim tələbəmiz olubdur. Təbii ki, bu çox önəmlidir. Azərbaycandan başqa ölkələrdə də filialımız var. Bu da çox önəmlidir. Başqa ölkələrdən təcrübəni fəxrdən deyirik ki, Azərbaycana gətirmək bizim üçün qürur verir. Ne gözəl. Bəs yaxşı, hansı sertifikatlara maliksiniz? Bizim boyalarımızın sertifikatları sırf Avropa standartlarına uyğun olan, misal üçün, hal-hazırda gördüyünüz kimi sertifikat sırf Rusiyada istehsal olunmuş boyalarımızdır və Rusiya sertifikatları var və Avropa sertifikatları da təbii ki bizdə var. Standartlarına uyğun və təbii ki Azərbaycan sertifikatları da bizim boyalarımızda var. Bəs yaxşı, bizi izləyənlərə bir peşəkar kimi hansı məsləhətləri verə bilərsiniz? Bəli, təbii ki, tövsiyələrimiz var. Çox təəssüf ki, hal-hazırda prosedurdan çox silmə prosedurları biz icra edirik və gələn xanımların qaşlarını gördüyümüz zaman buradan xanımlarımıza məsləhətimiz, tövsiyəmiz olur ki, seçdiyiniz ustaya və getdiyiniz mərkəzə diqqətlə baxın, seçin, səhifələrinə baxın, əl işlərinə baxın. Çox mərkəzlərdə ustalar öz səhifələrində öz əl işlərin sizə təqdim etmirlər, başqa ustaların işlərini təqdim edirlər və çox təəssüf ki, düzgün icra olunmayan prosedurlar, düzgün prosedur icra olunur necə? Dərin epidermis qatında sizə zərər vermədən icra olunmalıdır. Amma biz görürük ki, dermis, hipodermis dərin qatlarında prosedur icra olunur. Ucuz boyalardan icra edirlər və bunları, yəni qaş proseduru olsun, silmək çox çətin olur, tədricə silinir. Ona görə xahiş olunur, seçdiyiniz ustanın səhifəsinə, əl işinə diqqətlə baxın və sonra yazılır. Salam, hər vaxtınız xeyir. Salam, xoş gəlmisiniz. İcazə versəz özümü təqdim edeyim. Qasımov Səfər, Microblading Permanent və qaş silmə ustası. Təcrübəm 10 ildən çoxdur. Təhsilimi Rusiya, Türkiyə və Azərbaycanda beynəlxalq dərəcəli sertifikat olan, malik olan ustayam. Buyurun, suallarınız varsa verə bilərsiniz. Gəlin biraz prosedurlardan danışıq. Məhz mərkəzdə hansı prosedurlar həyata keçirilir? Mərkəzimizdə bütün qaşa aid olan prosedurlar, mikroblading, permanent prosedurları, permanent ten effekti, pudra effekti, ambra effekti və qalıcı liner,
dodaq permanent proseduru, kiprik qaynağı, kiprik laminasiya prosedurları icra olunur. Gözəllik mərkəzlərində adətən düzgün usta və peşəkarlıqla yanaşı, həmçinin qulluq vasitələri də bildiyimiz kimi çox əhəmiyyətlidir. Gəlin biraz da məhz düzgün qulluqdan danışaq. Hansı serumlardan istifadə olunmalıdır? Nələr tətbiq olunmalıdır? Bəli, siz düzgün vurguladınız. Çox təəssüf ki, hal-hazırda bizim sayımızda olan ustaların, belə deyək, qeyri-peşəkar ustalar istifadə etdiyi ləvazimatlar, istifadə etdiyi boyalar keyfiyyətsiz olduğu üçün bir neçə fəsadlara gətirə bilir. Dəri allergiyasına, dəri xəstəliyinə. Ona görə buradan sözüm bizim xanımlarımıza, əziz xanımlar, siz getdiyiniz mərkəzlərdə və salonlarda mütləq şəkildə diqqət edin. İstifadə olunan ləvazimatlar bir dəfəlik adına razı istifadə olunur, yoxsa yəni bir neçə dəfə istifadə olunan ləvazimatdan sizə prosedur icra olunur. Təbii ki, ustadan sertifikat tələb edə bilərsiniz ki, sertifikatı sizə təqdim eləsin. Boyaların, sertifikatın, istifadə olunan bütün ləvazimatların, serumların, sertifikatların sizə təqdim etməlidirlər. Yəni, hər bir halda diqqət edin, hər şey şəffaf olmalıdır. Bayaqların prosedurlardan danışdıq və yanlış olunan prosedurlar da var. Yanlış olunan prosedurlar hansı xəstəliklərə gətirib çıxarır? Bəli, düzgün icra olunmayan zaman dəridə bir çox fəsadlar, hallar baş verə bilər. İlk öncə allergik reaksiyalar verilir, istifadə olunan ləvazimatlar sintetik tərkibli olunan zaman allergiya olan xanımlar, hiperallergin olan xanımlara belə deyim, əks təsirdə çox pis fəsadlara verə bilər. Və təbii ki, bu xəstəliklərdə göbələk xəstəliyi, psoriaz, hepatit xəstəliyinə qədər, çünki biz etdiyimiz prosedurlar birbaşa dərinin epidermis qatında icra olunur. Bütün ləvazimatlar bir dəfəlik istifadə olunmalıdır. Əks halda hər hansı bir xəstəlik ehtimalı var ki, xanım xəstəliyi tuta bilər. Peşəkar ustanı seçməklə yanaşı, həmçinin düzgün qulluq vasitələri də bildiyimiz kimi çox vacibdir. Bəs sizin yanaşmanız necədir? Necə qulluq olunmalıdır? Təbii ki, qulluq qaydası çox vacibdir. Usta istifadə etdiyi məhsullardan başqa, siz etdiyiniz qulluq qaydasından qalıcı müddəti və necə tonda rənglər qalacaq qaşlarda, misal üçün qalıcı liner olsun, dodaq proseduru olsun, qaş proseduru olsun. Edilən qulluq qaydası bizim 50%-in işi təhvil verir, 50% sizdən asılıdır. Təbii ki, burada bir şey vurğulamaq istəyirəm. Biz Azərbaycanda ilk və tək mikroblading, permanent sayəsində bizə məxsus olan boyalar istehsal etmişik. Beynəlxalq dərəcəli olan sertifikatlı boyalardır. Buradan fəxrdən deyə bilərəm ki, biz bu boyaları 1-2 il yox, hətta 3-4 il fərqli testlərdən, sınaqlardan keçirəndən sonra əminliklə deyə bilərik ki, bu boyalar dəridə qızarma, göyərmə vermir, tam zəmanət verilir. Bu boyalar sırf peşəkar ustalar üçündür. Baxın, Azərbaycanda heç bir ustanın özünə məxsus olan boyalar yoxdur. Şəxsən bizim ustalara şəxsən mənə başqa yerlərdən təklif gəlibdir. Bizim boyaları istifadə edin, bizim boyaları fərqli şəkildə öz adınızı qeyd edərək satış edin, prosedurlar icra edin. Azərbaycanda çox təəssüf ki, keyfiyyətli boyalar çox azdır. Bəli, var, amma çox təəssüf. Qızarma göyərmə olmur, amma bir neçə müddətdən sonra tez bir müddətdə bozarma gedir qaşlarda. Və biz laboratoriya testlərindən keçirəndən, yəni bir neçə ildə keçirəndən sonra gördük ki, bizim boyalar həm rəngini olduqca mükəmməl saxlayır. Təbii ki, qızarma göyərmə olmur. Yəni, bu boyalar mükəmməl bir nəticə əldə etmək üçün bu boyalardan istifadə etməyi mən tövsiyə edirəm. Qeyd edim ki, bizdə qaş prosedurlarının, qaşa aid olan prosedurlar, istifadə olunan boyalar başqa, dodaq permanent
prosedurları və qalıcı liner prosedurlarına aid olan boyalarda bizə məxsusdur, biz istehsal edirik və bütün bizim özəlliyimiz odur ki, rəng keçidi seçim çoxdur. Dodağa aid olan qalıcı liner proseduru və təbii ki, qaş prosedurlarına aid olan boyalarımız seçim çoxdur. Qeyd etmək istəyirəm ki, bizim laboratoriyamız var. Hər bir məhsulla təkcə boyalar deyil, bizə məxsus olan serumlar var. Kiprik üçün, qaş üçün, dodaq prosedurları üçün, liner prosedurları üçün və bu məhsulları istifadə edən xanımların nəticəsini səhifədə görə bilərsiniz. Bu məhsullar sırf bizə aiddir. Biz heç kimi kopyalamamışıq. Hər bir şey, hər bir məhsul sırf özümüzə aiddir. Məhz özünüz peşəkar olduğunuz kimi həmçinin peşəkarlar da yetişdirirsiniz. Bildiyim qədərilə mərkəzinizdə kurslar da fəaliyyət göstərir və mənə çox maraqlıdır bu kurslarda hansı prosedurlar, hansı yollardan keçir və daha sonra bu kursları bitirən tələbələrin aqibəti necədir? Bəli, bizim permanent mərkəzimizdə Microblading Permanent Studiyada kurslarımız keçirilir. Beynəlxalq sertifikatla tərtib olunur. Kurslarımız qrup şəklində deyil, individual şəklində keçirilir. Yəni fərdi şəkildə hər bir usta tələbəmizlə fərdi şəkildə keçir. Teoriya, sonra isə canlı model üzərində imtahanlardan keçəndən sonra təbii ki, sertifikatla tərtib olunur. Və təbii ki, bizim hal-hazırda işlənilən, icra edilən ustalarımız 90% bizim kurslardan sırf keçibdir və bizlə əməkdaşlıq etməyə davam edirlər. Hazırda mərkəzdə neçə çalışan var və neçəsi məhz sizin tələbənizdir? Maraqlıdır. Hal-hazırda bizim mərkəzimizdə 8 ustamız prosedurlar icra edirlər və 8 ustadan fəxrdən deyirik, 7-si sırf bizim tələbəmiz olubdur. Təbii ki, bu çox önəmlidir. Azərbaycandan başqa ölkələrdə də filialımız var. Bu da çox önəmlidir. Başqa ölkələrdən təcrübəni fəxrdən deyirik ki, Azərbaycana gətirmək bizim üçün qürur verir. Ne gözəl. Bəs yaxşı, hansı sertifikatlara maliksiniz? Bizim boyalarımızın sertifikatları sırf Avropa standartlarına uyğun olan, misal üçün, hal-hazırda gördüyünüz kimi sertifikat sırf Rusiyada istehsal olunmuş boyalarımızdır və Rusiya sertifikatları var və Avropa sertifikatları da təbii ki bizdə var. Standartlarına uyğun və təbii ki Azərbaycan sertifikatları da bizim boyalarımızda var. Bəs yaxşı, bizi izləyənlərə bir peşəkar kimi hansı məsləhətləri verə bilərsiniz? Bəli, təbii ki, tövsiyələrimiz var. Çox təəssüf ki, hal-hazırda prosedurdan çox silmə prosedurları biz icra edirik və gələn xanımların qaşlarını gördüyümüz zaman buradan xanımlarımıza məsləhətimiz, tövsiyəmiz odur ki, seçdiyiniz ustaya və getdiyiniz mərkəzə diqqətlə baxın, seçin, səhifələrinə baxın, əl işlərinə baxın. Çox mərkəzlərdə ustalar öz səhifələrində öz əl işlərin sizə təqdim etmirlər, başqa ustaların işlərini təqdim edirlər və çox təəssüf ki, düzgün icra olunmayan prosedurlar, düzgün prosedur icra olunan necə? Dərin epidermis qatında sizə zərər vermədən icra olunmalıdır. Amma biz görürük ki, dermis, hipodermis dərin qatlarında prosedur icra olunur. Ucuz boyalardan icra edirlər və bunları, yəni qaş proseduru olsun, silmək çox çətin olur, tədricə silinir. Ona görə xahiş olunur, seçdiyiniz ustanın səhifəsinə, əl işinə diqqətlə baxın və sonra yazılır. Salam, hər vaxtınız xeyir. Sağ olun, xoş gəlmisiniz. İcazə versəz özümü təqdim edeyim. Qasımov Səfər, Microblading Permanent və qaş silmə ustası. Təcrübəm 10 ildən çoxdur. Təhsilimi Rusiya, Türkiyə və Azərbaycanda beynəlxalq dərəcəli sertifikat olan malik olan ustayam. Buyurun, suallarınız varsa verə bilərsiniz.
Gəlin biraz prosedurlardan danışaq. Məhz mərkəzdə hansı prosedurlar həyata keçirilir? Mərkəzimizdə bütün qaşa aid olan prosedurlar, mikrobleeding, permanent prosedurları, permanent ten effekti, pudra effekti, ambra effekti və qalıcı liner, dodaq permanent proseduru, kiprik qaynağı, kiprik laminasiya prosedurları icra olunur. Gözəllik mərkəzlərində adətən düzgün usta və peşəkarlıqla yanaşı, həmçinin qulluq vasitələri də bildiyimiz kimi çox əhəmiyyətlidir. Gəlin biraz da məhz düzgün qulluqdan danışaq. Hansı serumlardan istifadə olunmalıdır? Nələr tətbiq olunmalıdır? Bəli, siz düzgün vurguladınız. Çox təəssüf ki, hal-hazırda bizim sayımızda olan ustaların, belə deyək, qeyri-peşəkar ustalar istifadə etdiyi ləvazimatlar, istifadə etdiyi boyalar keyfiyyətsiz olduğu üçün bir neçə fəsadlara gətirə bilir. Dəri allergiyasına, dəri xəstəliyinə. Ona görə buradan sözüm bizim xanımlarımıza, əziz xanımlar, siz getdiyiniz mərkəzlərdə və salonlarda mütləq şəkildə diqqət edin. İstifadə olunan ləvazimatlar bir dəfəlik adına razı istifadə olunur, yoxsa yəni bir neçə dəfə istifadə olunan ləvazimatdan sizə prosedur icra olunur. Təbii ki, ustadan sertifikat tələb edə bilərsiniz ki, sertifikatı sizə təqdim eləsin. Boyaların, sertifikatın, istifadə olunan bütün ləvazimatların, serumların, sertifikatların sizə təqdim etməlidirlər. Yəni, hər bir halda diqqət edin, hər şey şəffaf olmalıdır. Bayaqların prosedurlardan danışdıq və yanlış olunan prosedurlar da var. Yanlış olunan prosedurlar hansı xəstəliklərə gətirib çıxarır? Bəli, düzgün icra olunmayan zaman dəridə bir çox fəsadlar, hallar baş verə bilər. İlk öncə allergik reaksiyalar verilir. İstifadə olunan ləvazimatlar sintetik tərkibli olunan zaman allergiya olan xanımlar, hiperallergin olan xanımlara belə deyim, əks təsirdə çox pis fəsadlara verə bilər. Və təbii ki, bu xəstəliklərdə göbələk xəstəliyi, psoriaz, hepatit xəstəliyinə qədər, çünki biz etdiyimiz prosedurlar birbaşa dərinin epidermis qatında icra olunur. Bütün ləvazimatlar bir dəfəlik istifadə olunmalıdır. Əks halda hər hansı bir xəstəlik ehtimal var ki, xanım xəstəliyi tuta bilər. Peşəkar ustanı seçməklə yanaşı, həmçinin düzgün qulluq vasitələri də bildiyimiz kimi çox vacibdir. Bəs sizin yanaşmanız necədir? Necə qulluq olunmalıdır? Təbii ki, qulluq qaydası çox vacibdir. Usta istifadə etdiyi məhsullardan başqa, siz etdiyiniz qulluq qaydasından qalıcı müddəti və necə tonda rənglər qalacaq qaşlarda, misal üçün qalıcı liner olsun, dodaq proseduru olsun, qaş proseduru olsun. Edilən qulluq qaydası bizim 50%-in işi təhvil verir, 50% sizdən asılıdır. Təbii ki, burada bir şey vurğulamaq istəyirəm. Biz Azərbaycanda ilk və tək mikrobleeding, permanent sayəsində bizə məxsus olan boyalar istehsal etmişik. Beynəlxalq dərəcəli olan sertifikatlı boyalardır. Buradan fəxrlə deyə bilərəm ki, biz bu boyaları 1-2 il yox, hətta 3-4 il fərqli testlərdən, sınaqlardan keçirəndən sonra əminliklə deyə bilərik ki, bu boyalar dəridə qızarma, göyərmə vermir, tam zəmanət verilir. Bu boyalar sırf peşəkar ustalar üçündür. Baxın, Azərbaycanda heç bir ustanın özünə məxsus olan boyalar yoxdur. Şəxsən bizim ustalara şəxsən mənə başqa yerlərdən təklif gəlibdir. Bizim boyaları istifadə edin, bizim boyaları fərqli şəkildə öz adınızı qeyd edərək satış edin, prosedurlar icra edin. Azərbaycanda çox təəssüf ki, keyfiyyətli boyalar çox azdır. Bəli, var, amma çox təəssüf. Qızarma göyərmə olmur, amma bir neçə müddətdən sonra tez bir müddətdə bozarma gedir qaşlarda. Və biz laboratoriya testlərindən keçirəndən, yəni bir neçə ildə keçirəndən sonra gördük ki, bizim boyalar həm rəngini olduqca mükəmməl saxlayır. Təbii ki,
qızarma, göyərmə olmur. Yəni bu boyalar mükəmməl bir nəticə əldə etmək üçün bu boyalardan istifadə etməyi mən tövsiyə edirəm. Qeyd edim ki, bizdə qaş prosedurlarının, qaşa aid olan prosedurlar, istifadə olunan boyalar başqa, dodaq permanent prosedurları və qalıcı liner prosedurları aid olan boyalarda bizə məxsusdur, biz istehsal edirik və bütün bizim özəlliyimiz odur ki, rəng keçidi seçim çoxdur. Dodağa aid olan qalıcı liner proseduru və təbii ki, qaş prosedurlarına aid olan boyalarımız seçim çoxdur. Qeyd etmək istəyirəm ki, bizim laboratoriyamız var. Hər bir məhsulla təkcə boyalar deyil, bizə məxsus olan serumlar var. Kiprik üçün, qaş üçün, dodaq prosedurları üçün, liner prosedurları üçün və bu məhsulları istifadə edən xanımların nəticəsini səhifədə görə bilərsiniz. Bu məhsullar sırf bizə aiddir. Biz heç kimi kopyalamamışıq. Hər bir şey, hər bir məhsul sırf özümüzə aiddir. Məhz özünüz peşəkar olduğunuz kimi, həmçinin peşəkarlar da yetişdirirsiniz. Bildiyim qədərilə mərkəzinizdə kurslar da fəaliyyət göstərir və mənə çox maraqlıdır bu kurslarda hansı prosedurlar, hansı yollardan keçir və daha sonra bu kursları bitirən tələbələrin aqibəti necədir? Bəli, bizim permanent mərkəzimizdə mikroblading permanent studiyada kurslarımız keçirilir. Beynəlxalq sertifikatla tərtib olunur. Kurslarımız qrup şəklində deyil, individual şəklində keçirilir. Yəni fərdi şəkildə hər bir usta tələbəmizlə fərdi şəkildə keçir. Teoriya, sonra isə canlı model üzərində imtahanlardan keçəndən sonra təbii ki, sertifikatla tərtib olunur və təbii ki, bizim hal-hazırda işlənilən, icra edilən ustalarımız 90% bizim kurslardan sırf keçibdir və bizlə əməkdaşlıq etməyə davam edirlər. Hazırda mərkəzdə neçə çalışan var və neçəsi məhz sizin tələbənizdir? Maraqlıdır. Hal-hazırda bizim mərkəzimizdə 8 ustamız prosedurlar icra edirlər və 8 ustadan fəxrdən deyirik, 7-si sırf bizim tələbəmiz olubdur. Təbii ki, bu çox önəmlidir. Azərbaycandan başqa ölkələrdə də filialımız var. Bu da çox önəmlidir. Başqa ölkələrdən təcrübəni fəxrdən deyirik ki, Azərbaycana gətirmək bizim üçün qürur verir. Ne gözəl. Bəs yaxşı, hansı sertifikatlara maliksiniz? Bizim boyalarımızın sertifikatları sırf Avropa standartlarına uyğun olan, misal üçün, hal-hazırda gördüyünüz kimi sertifikat sırf Rusiyada istehsal olunmuş boyalarımızdır və Rusiya sertifikatları var və Avropa sertifikatları da təbii ki, bizdə var. Standartlarına uyğun və təbii ki, Azərbaycan sertifikatları da bizim boyalarımızda var. Bəs yaxşı, bizi izləyənlərə bir peşəkar kimi hansı məsləhətləri verə bilərsiniz? Bəli, təbii ki, tövsiyələrimiz var. Çox təəssüf ki, hal-hazırda prosedurdan çox silmə prosedurları biz icra edirik və gələn xanımların qaşlarını gördüyümüz zaman buradan xanımlarımıza məsləhətimiz, tövsiyəmiz odur ki, seçdiyiniz ustaya və getdiyiniz mərkəzə diqqətlə baxın, seçin, səhifələrinə baxın, əl işlərinə baxın. Çox mərkəzlərdə ustalar öz səhifələrində öz əl işlərini sizə təqdim etmirlər, başqa ustaların işlərini təqdim edirlər və çox təəssüf ki, düzgün icra olunmayan prosedurlar, düzgün prosedur icra olunan necə? Dərin epidermis qatında sizə zərər vermədən icra olunmalıdır. Amma biz görürük ki, dermis, hipodermis dərin qatlarında prosedur icra olunur. Ucuz boyalardan icra edirlər və bunları, yəni qaş proseduru olsun, silmək çox çətin olur, tədricə silinir. Ona görə xahiş olunur, seçdiyiniz ustanın səhifəsinə, əl işinə diqqətlə baxın və sonra yazılıb